Arkadaşlar, bugün məndə olmaq istədiklərim, olanları, olmayanları və xəyallarımı alacağım. Birinci like atın, abunə olun ki, hesablarımız qalxsın. Bütün dostlarım mənə zəif deyir. Ancaq bilirəm ki, buna baxan hamı mənə like at, abunə olsa, kanalım onların hamısını keçər. 30 nəfər baxırsa, 30'u da abunə olsa, mən olaram 31-32 abunəm olar və bunların çoxunu keçmiş olaram. Ancaq heç biriniz eləmirsiniz. Eləsəz keçərik. Nəysə, Yusif Əliyev kanalına abunə olun, like atın. O bəlkə hesabını dəyişdirdi. Like atacaq, abunə olsa, yorum atsa, o dəyişdirməz. Deyir ki, videolarıma bütün dostlarım deyirəm baxsın, amma baxır, görür ki, videom yoxdur, ancaq o video paylaşım. Deyir ki, yəqin bana gedir. Ona görə də başqa kanal salacağım. Bir də ki, Ayna Qəndiyeva, bir də bu kanala, Ayxan XX kanalına like atın, abunə olun. Nəysə, başlayaq. Məndə olmaq istədiklərim olanlarından indi danışacağım. Məndə olmaq istədiklərim futbolçu olmaqdır və o da indi olmuşam, futbolçuyam. Löşbatan United'da oynayıram. Qulaqçıq istəmişəm və o da olub. Sonra telefon istəmişəm, o da olub. İndi belə telefonla YouTube çəkirəm. Top istəmişəm, toplarım olub. Hər şeydə, yəni, nə istəmişəm olub. Ancaq istədiyim amma olmadığı alanlar da var hələlik. Məsələn, mənim istədiklərim olmayanları, yəni bir dəfəlik olmayanları budur. Mən istəyirdim ki, hər oyunda, yəni hər futbol oynadığımda qol atım. Ancaq bu olmur. Nəysə, keçək xəyallarıma. Mən istəmişəm villam olsun, böyük villam olsun. Villamın həyətində futbol meydançası olsun, futbol takımımdan oyuncu gətirim və onunla vs atayım. Orada azarkeşlər biz də izləyə bilsin, azarkeş oturacaqları olsun. Sonra BMW'lər istəmişəm, maşınlar istəmişəm. Xəyalımda bunlar var. Böyük futbolçu olmaq istəmişəm, qardaşım da istəyir bunları. Böyük futbolçu olmaq istəmişəm. Sonra Juventus'da, Manchester United'da, Manchester City'də, Arsenal'da, Liverpool'da, Tottenham'da, yəni nə qədər Azərbaycanlı olsam da bunlar, bu takımlarda, yəni Qarabağda, Juventus'da, belə Milan'da, Inter'də, Real Madrid'də, Barcelona'da, Atletico Madrid'də belə takımlarda oynamaq istəmişəm. Xəyalımda bunlardır, amma ancaq Azərbaycanlı olduğuma görə bunlar heç biri gerçəkləşməyəcək, bilirəm ki. Sonra istəyərəm ki, böyük məşhur bir futbolçu olum. Hamı məni tanısın, hara gedirəm mənə salam versinlər, şəkil çəkdirsinlər. Çox məşhur olum da, yəni o dediyim takımlarda oynasam, yəqin ki, istədiyim kimi də olacaq. Sonra yəni villamın içində bütün hər şey olsun, nə istəsən olsun. Toplar, yəni top üçün otaq olsun belə. Yəni o qədər istəyirəm. Yəni bir 7-8 otaq olsun, birində top otağı olsun, nə bilim. O qədər şey istəyirəm ki, birində uşaq otağı olsun, əyləncə otağı. Sonra nə qədər anbarlarım olsun istəyirəm, nə qədər yerlərim olsun, nə qədər məkanım olsun, ofisim olsun. Qorumaçlarım olsun, aşbazlarım, köməkçilərim, bunlar olsun və nə qədər evim olsun. Sonra bir də ki, istəmişəm nə qədər Çempionlar Ligi topum, Euro topum, yəni Euro topum. Sonra Almaniyada səfərə getmək, bunlar. Nə qədər kuboklarım olsun, Çempionlar Ligi, Avropa Ligi, Konferans Ligi. Sonra arkadaşlar, işte bunlar istemişim. Bir də ki, böyük bir zalım olsun və o zalda çoxlu
çocuklar oynasın. Parti otaqlarım olsun və mən oğlumu futbolçu eləyə bileyim. Yəni öz oynadığım takımdan çoxlu uşaqlar getirzdirim və bunlarla öz uşaqlarımı vs atdırım və uşaqları böyük futbolçu eləmək istəyirəm. Sonra yəni bu qədər çox məşhur da olmaq istəyirəm. Bütün hər yerdə getmək istəyirəm, gəzmək istəyirəm. Fakir uşaqları, yəni pulsuz uşaqları imkanlaşdırmaq, yolda gördüyüm bütün hamıya pul verim. Yolda gördüyüm deyər ki, yəni çox imkanlı olub, yəni hamıya kömək eləmək, imkansızlara kömək eləmək. Bunlar arkadaşlar, işte bunlar bu kadar. Biraz da fikirləşib geliyorum. Bir de istəyərdim ki, otelim olsun. Bütün imkansızlar orada yaşasınlar. Yiyib içsinlər, hər şey keyf alsınlar. Yəni keyfli olsunlar. Və maşınları alım uşaqlarıma. Uşaqlarımı böyüdüb sonra futbolçu eləyim. Bunların hamısını görüm. Sonra futbolçu olandan sonra yəqin ki 2-3 il sonra məni baş məşqçi olmağa qoyarlar və buna görə də 2-3 il bəzi takımdan elə bir ki dostlarımı çağıraram və bunlarla birlikdə uşaqlar elə bir futbol takımından uşaqlar nəysə belə bir şey baş məşqçi olmaq istəyirəm. 2-3 il gözləyib baş məşqçi olmaq istəyirəm. Başqa da bir şey ağlıma gəlmir. Ancaq məsələn izləyicilərimi görmək, sonra məşhur futbolçuları görmək, məşhur futbolçularla 2 gün, 3 gün bir yerdə qalmaq, sonra onlarla münasibət aparmaq, hər yerə gəzib eləmək, məşhur youtuberçi olmaq, 1 milyon, 100 min abunəm olmaq istəyərəm. Hər videoma like 200, 300, 1 min, 2 min, 2K, 3K, 4K, 5K, 200K belə like istəyərəm, abunə istəyərəm. Yəni hələlik bu qədərdir. Ağlıma da bir şey gəlmir. Bir də istəyərdim ki, bağım olsun. Orada bütün gülləri əkim, meyvələri əkim, əsl babamın elədiyi kimi. Bunların hamısını eləmək istəyərəm. Sonrasında fikirləşim. Bu arada qardaşım da buradadır. Burada. Herkese selam arkadaşlar. Kardeşimin videosunda bir iştirak etmek istiyorum. Kardeşimin demediği, en istediği şeylerden de diyebilirim. Mesela o istəyər... Nə qaldı ki? Sən deməli şeylər var. O istəyər ki, ailəsini şad eləsin. Məsələn, anasının istədiyi bir şeylər alsın. Sonra bir anda ağlıma oxumuşam. Atasının, atamızın, sonra babamızın, oğulların istədiyi şeyləri. Sonra məsələn, anamın ən istədiyi, sonra özünə PlayStation almaq istəyərəm. PlayStation olması istəyirəm. Biz əvvəllər 1-2 ay öncə, 3-4 ay öncə hər gün gedirdik PlayStation-a. 5 manatla gedirdik PlayStation-a. İndi buraxmışıq da getmirik. Həmişə arzularımız olub ki, evimizdə PlayStation olsun. Televizorda girib, pompumuzu götürüb, rahat boş vaxtımızda 5 manat yəqin 250 TL, 300 TL bu qədər edir. Yəni Yusufun da kanalına abunə olun, like atın. Bəlkə təzə kanal açdı, onu da öz videomda adını deyərəm, girib like atın, abunə olarsın. Və dediyim kimi, dostlarım deyir ki, sənin kanalın hələlik zəifdir. Abunə olub like atsa, biz bunların hamısını keçərik. Mən inanıram sizə. Ən istədiyi şeylərdən birini də deyim. Sonra videom qutaraq bəlkə. Çünki çox olacaq, çox olacaq. Onun istədiyi şeylərdən biri də yataq yerində
Yəni otağımızda televizor olması, gecələr Televizor. televizora baxmaq. Televizor baxma. Elə mən də onu deyəcəydim. Bir də qəşəng ayaqqabıları, bir də ki, Sağlamdır. Mən bunu yadıma düşmür. istəyərdi ki, yatağı çox qəşəng olsun. Bir Yatağı də istəyərdim ki, ayaqqabı qoymağa yekə bir yerim olsun, paltarlar otağı qoymağa. böyük olsun. İndi otağımız o qədər böyük deyil, normal boyutdadır. İstəyərdi ki, otağı nə boyda olsun. Sonra evimiz nə boyda olsun. Evimiz normal boyutdadır. Bizim üçün yaxşıdır. Amma istəyər ki, nə boyda olsun, evə istədiyi əşyaları yerləşdirsin. Sonra otağına da yerləşdirsin. Böyük bir yataq alsın. Belə bir şeylər. Qəşəng nə qədər ayaqqabı alsın. Elə bu hər gün. qədərdir. Yəni sən ağlı oxudu. Video sən sonlandır. Bunu da ağlım bilirəm çünki qardaşımdır. Ağıllı adamdır. Sağ olun arkadaşlar. Bugünkü videomuz bu